Salam hörmətli izləyicilərimiz. Sizi Sabunçu rayonu Maşrağı qəsəbəsində 293 nömrəli məktəbin arxasında 2 sotun içərisində paket kupçalı ipotekaya yararlı gördüyünüz kimi bir də belə bir gözəl evimiz satışa çıxıb. Evimiz yerdən 7 daş kürsülüdür. Həyətinə rahatlıqla 2-3 maşını daxil olur. Hal-hazırda yaşanlası evdir. Gördüyünüz kimi burada isə sol tərəfdə kombi xanasıdır. Yəni evin arxasında da buradan rahatlıqla keçid mümkündür. Bax gördüyünüz kimi hazır yaşayışlı evdir. Hər bir şəraitdə var. Qazı, suyu, işığı, internet xətti, bütün kommunalları daimidir. İndi keçid edib evin içərisini sizə göstərəcəm. Bax gördüyünüz kimi hörmətli izləyicilərimiz, evimizin koridor sistemindir. Çox geniş, gözəl koridoru var. Evimiz isə hörmətli izləyicilər, bütün əşyaları ilə birlikdə satılır. Yəni evdə nə görürsünüz, yəni evdə qalacaq. Hazır hər bir otaqda da kombi xətləri var. Evimizə girdikdə sağ tərəfdə belə bir gözəl, geniş qonaq otağıdır. Gördüyünüz kimi hər bir əşyalar təzə alınıb, yəni az istifadə olunub. Demək olar heç istifadə olunmayıb. Burada geniş gördüyünüz kimi gözəl qonaq otağı. Buradan keçid edirik. Birinci yataq otağı. Yəni gördüyünüz kimi burada uşaq üçün nəzərdə tutulub. Yəni çox geniş yataq otağıdır. Gözəl geniş yataq otağı. Hər bir əşyalarda yenə dediyim kimi evdə qalacaq. Bu evin təhlükəsizlik kameraları da var. Yəni tam hər bir şey qaydasında. Burada isə geniş bir böyük yataq otağı. Yəni hər bir yenə də sizin nəzərinizə çatdırım. Yataq otaqlarında kombi xətti var. Evimiz quruq qoşadaşla təchiz olunub. Yəni tam keyfiyyətli, tam materiallar istifadə olunub. Burada izləyicilərimiz sanitar qovşaq. Gördüyünüz kimi bütün aksesuarları var. Keçid edərək sizə qonaq otağını göstərəcəm. Burada isə dediyim kimi belə bir gözəl, geniş mətbəx. Yəni mətbəx mebeli, dəyərli mətbəx mebelidir, qiymətli mətbəx mebelidir. Gördüyünüz kimi nə görürsünüz, yəni əşyaları ilə yenə dediyim kimi birlikdə satılır. Bax, sizin nəzərinizə çatdırdım, yəni evdə təhlükəsizlik kamerası da var. Qiymət isə 85.000 manat deyilir. Real alıcıda inşallah endirim olacaq.